İdxal artıb, elə qiymətlər də. Bu il yanvar-mart aylarında Azərbaycana 28,6 milyon dollar dəyərində 12,2 min ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur. Bəs idxalın kəskin artması daxili bazara necə təsir göstərib? Paytaxtda yerləşən qəssabxanalarda ət satışı 1 manat, 1 manat 50 qəpik civarında artıb. 17 manata mal ətidir, 21 manata quzu ətidir. Sabirabad Gədəbəydən gəlir. Hər mağazinin bir qiyməti var da. Məsələn, başqa yerdə 18-ə verən də var, 17-50-yə verən də var, 16-ya satan da var. Yəni hər dükanın özünün fərqli qiymətləri var. Dana ətini? Bəli, dana ətini. Bəs quzu ətini neçəyə satırlar, ümumi bazar qiyməti? Əmlik quzular 21-ə də var, 22-yə də var. Normal, biraz iri olanda aşağı da verirlər, 18-də də satırlar. Bir dəqiqə heyvan saxlamaq çox çətindir. Yəni kənd cəmaatı malqara ilə dolanır da, malzat saxlayır dolanır. O da ki, sərf eləmir də. Bir dəqiqə yemzat hamısı bahadır, ot baha, yem baha. Gəlir qiyməti fərqli təsir edir. Bölgələrdə də fermerlər bildirirlər ki, indi əvvəlki kimi heyvanlardan yaxşı gəlir əldə edə bilmirlər və buna görə də malqara təsərrüfatı ilə məşğul olmaq onlar üçün sərfəli deyil. Bu da xüsusən kiçik fermer təsərrüfatlarının tədricən sıradan çıxmasına səbəb olur. Ən böyük problem arpa, yonca, ot çox baha gəlib oturur. Yonca 7 manat 50 qəpik civarında olan bu mallar da ki bilirsə ancaq yəni yonca yeməlidir, yaxşı yemlər yeməlidir. Hər şey bahadır. Biznesi qurursan, öz gücə gedirsən, amma görürsən ki, hardasa nəsə alınmır, getmir. Qış aylarında təsərrüfat ev şəraitinə qidalanır. Yəni o da bizim maddi cəhətdən çətinliklər yaradır. Yəni örüşlərin azlığı, yəni arpa, buğdanın bahalığı, yoncanın bahalığı. Yəni bugünkü gün məsələn bir yonca paskasının presi 8 manatdır. Yəni onu da qış aylarında alıb mala yedizdirmək olmur. Çox çətindir də, yəni. Elə Tovuzda da vəziyyət ürək açan deyil. Fermerlər heyvandarlığa çəkdikləri xərcin qarşılığını ala bilmədiklərini deyirlər. Vaxtilə bir 150-200 qoyun saxlayırdım, qaptonla dolanırdı. İndi də örüş sahələrimiz yoxdur, 50 dənəsini saxlamaq imkanımız yoxdur. Bir hektar məsələn yonca səpmək üçün 400-500 manat əlavə xarc lazımdır. Texnika bahadır, əkin qiyməti bahadır, toxum bahadır, arpa, yem çox bahadır. Xarcı borcun tam şəraitində örüş də yoxdur. Tam şəraitində də elə imkanımız yox ki, hala getirdək, xarcı borcunu ödəmir. Meşəyə qoymurlar, deyirlər qadağandır. İsti yay günləri gəlir, malı saxlamaq çox çətindir. Qalmışıq burada. Mənim məsələn 2 nəyim vardı, 2 danam. Məcbur oldum, yaza çıxan vaxtı satdım. Mən bunu harda saxlayacağam? İqtisadçı Xalid Kərimli deyir ki, ət idxalının artmasının əsas səbəbləri arasında ətə tələbatın yüksəlməsi və heyvan sayının azalması yer alır. İdxalın azalması üçün əsas şərt yerli təsərrüfatlarda iri buynuzlu və xırdabuynuzlu heyvanların sayının artırılmasıdır. Həm xırdabuynuzlu heyvanlarda son 10 ildə 25%-ə qədər azalma var. İri buynuzlu heyvanlarda da 25-10%-ə qədər təqribən saxlanılan heyvan sayında azalma mövcuddur. Təbii ki, bu azalma bazara çıxarılan ət həcminin də təklifində aşağı düşməsinə gətirib çıxarır. Paralel olaraq da heyvandarlıqda xərclərin artması, saxlanma xərclərinin artması, yetişdirmə xərclərinin artması qiymətləri yüksəldir və bu qiymətləri yüksəldində də heyvandarlıq sahəsində daha yaxşı rəqabət üstünlüyünə malik olan, xərc rəqabət üstünlüyünə malik olan ölkələrdən ət idxalını artırır. Qeyd edək ki, ölkəyə xırdabuynuzlu heyvanların dondurulmuş əti əsasən Manqolistandan, diri qoyun və keçi isə daha çox Gürcüstan və Rusiyadan idxal olunur. Dondurulmuş mal əti Ukrayna, Rusiya və Braziliyadan gətirilir. Diri-iri buynuzlu heyvanlar isə Rusiya, Gürcüstan və Qazaxıstandan idxal edilir. Aylin Rəsulzadə, Vüsal Cəfərov, Rafiq Həsənov, Cümşüd Məmmədov, İlham Əkəliyeva, Xəbər Ertəsi.